Yaxşı. Deməli dedik ki, bugünkü, yəni 19 apreldə bugün 19 apreldəki buraxılış imtahanının mətninə baxırıq. Sehirli xurcun mətn saxlayıb oxuya bilərsiniz. Biz indi baxaq nəyə? Deyir ki, mətndə boş çərçivələrin yerinə uyğun gələn fikirlərdən ardıcıllığını müəyyən edin. Boş çərçivələrin yerinə uyğun gələn fikirlərin ardıcıllığını. Baxın, boş çərçivə birinciyə baxırıq. Deyir ki, Gülxanım deyir, ehtiyac içində yaşayan Əli ilə anası Gülxanım qışqıra-qışqıra bu sözləri deyirdilər. Deməli, burada şəhərlərin köhnə mis qab-qazağı və heç nəyə yaramayan xalçalar təzəsilə böyük həvəslə dəyişirdilər. Deməli, buraya yazarıq 2-ni. Mən bunu neylədim? Deməli, oraya yazarıq. Yazmağı aktiv eləyək. Oraya yazarıq 2-ni. Çünki deyir ki, çox həvəsindən dəyişirdilər. Bunlar çığırırdılar ki, satırıq, onlar da dəyişirdilər. İkinci buradır. Bura bax, onlar birbaşa qocanın evinə gəldilər. Qocanın evinə gəldilər. Deməli, burada deyir ki, bax, bu dördüncü cavaba baxın. Qoca yan otağa keçərək, yanında bir xurcun rəngbərəng iplərlə geri qayıtdı. Deməli, ikinciyə 4-ü yazarıq. Üçüncüyə baxırıq. Üçüncü yazıb Gülxanım dedi, onları götürə bilmərəm. Deməli, sizin xurcunuz və ipləriniz mənim toxuduğum bu xalçadan çox bahadır. 3-ü yazarıq bura. Sonra burada deyir ki, Gülxanım gecəni güncə qatıb xalça toxuyurdu. Onda oğlu da ona baxırdı. Bax, 4. Əli anasının yanından çəkilmiş, gözlərini həmin iplərə toxunurdu. Bax, bu 5-i. 5-i yazarıq bura. Deməli, burada da yazıb ki, çox keçmədi bu qadın toxuduğu xalçanın səs sorağı hər yerə yayıldı, amma heç kəs bilmədi. Demək, yayıldı. Xalçanın sorağını eşidən hər kəs onu görməyə çalışır. İşin sirrini bu 5-i deyəndə 1-i də yazarıq bu axırıncıya. Demək oldu 2, 4, 3, 5, 1. 2, 4, 3, 5, 1 D variantı. 42-də deyir, əvvəlində rəqəm yazmış hansı cümlələr mətndən çıxarsa məzmundan xələl gəlməz. Bu biraz asan sual idi. Demək, bir də yazıb ki, Əlinin atası dünyadan tez dəyişmişdi. Anası o mahir xalçası idi. O ipləri bir dəfə toxunmaqla onların keyfiyyətini müəyyənləşdirdi. İp barmağının ən yaxşı. Bu cümləni buradan çıxarsaq heç bir şey dəyişməz. Demək, biri olar 1. 2-yə baxırıq. Günlərin bir gündə bunlar səhər-səhərdə bir qocaya rast gəldilər. Bunu çıxarsaq, sonra elə birbaşa gələcək ki, qoca onlara yaxınlaşıb dedi. Qocaya rast gəlsinlər, sonra yaxınlaşsınlar. Demək, 2 olmaz. 2 olan cavabları silirik. 3-ə baxırıq. 3-də deyir ki, görsəm, nəvəm ailə qurur. Mən babayam axı. Nəvəm ailə qurur deməsən, elə birbaşa deyir, qoca dedi, mən babayam axı. Görün, demək, 3-ü də buradan silmək olmaz. 3-ü də buradan silsək, cavab qaldı 1, 4. 4-ə baxın, çox diqqətli idi. Deyir ki, rəhmətli arvadımında o gözəl xallar toxuyurdu. Çox diqqətlidir. Bunu çıxarsaq, deyir, gözəl xallar toxuyurdu. İplərə güvə düşməsin deyə belə eləyirdi. Demək, bir də 4-dür. 1, 4 düzgün cavab. Üzərində rəqəm yazmış sözlər əsasında uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılmış sözlər birinci hansıdır? Burada işarətlə deyir, onlar birbaşa qocanın evinə gəldilər. Birinci gəldilər, həqiqi mənadadır, yəni ki, çatmaq mənasında. Çatmaq. İkincidə də deyir ki, xalçanın rənginə şəffaflıq gələr. O da məcazi mənadadır, yəni ki, rəng vermək mənasında da. İndi gəlin baxaq. Demək, birinciyə yazıb ki, çatmaq sözünün qarşılığıdır, düzdür. Elə 1-ə A yazarıq. B-də yazıb, onun bu xasiyyəti anasından gəlir, yox, bu elə bir şey yoxdur. Oxşamaq mənası yox, geydiyi paltarı əyninə böyük gəlir, yox. Demək, utandığından üzünə qırmızı bir rəng gəldi. Bax, bu da rəng gəlmək mənasında 2-yə də 1A, 2E, C variantı düzdür. Mətnə əsasən cədvəldəki yanlış fikirləri müəyyən edin, səbəb nəticə. Bu nəticəyə baxın, xurcun və iplər Gülxanımı olur. Səbəbi nədir? Deməli, yanlışlar axtarıq da. Qoca nəvəsinə cehiz vermək üçün Gülxanımın xalçasını bəyənir. Bəli, səbəbi o idi ki, nəticədə də o iplər bunun olur. Deməli, bir doğrudur, biri götürə bilmərik. Ona görə də bu 2, 3 variant getdi. 2-yə baxırıq. Dünyada tayı bərabər olmayan xalça toxunur. Nəticədə də xurcun və iplər Gülxanıma. Belə bir şey yoxdur. Demək, 2-dir səhvin biri. 3-də deyir, qoca Gülxanımın sehirli xurcuna layiq olduğunu anlayır. Nəticədə də xurcun və iplər olur. Bəli, düzdür. 3 olan cavabda getdi, qaldı D variantı. 2, 4, 5. Gülxanımla oğlu köhnə xalçanı satıb yenisini atır. Nəticədə bu olur. Elə bir şey yoxdur. Xurcundakı iplər tükənir. Nəticədə bu olur. Elə bir şey yoxdur. Deməli, düzgün cavabımız yəni yanlışları götürürüksə 2, 4, 5. 45-də deyir ki, mətn əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır, ehtimaldır. Bax, Gülxanım köhnə uyğunluq deyir də bizə, uyğun fikirlər.
Deməli deyir ki, Gülxanım köhnə xalçaları köhnə xalçaları yeniləyib, köhnə əşyalar alverçisinə satırdı. Belə bir şey yoxdur. Köhnələri yeniləyib buna satır deyə bir şey yoxdur. Bu səhvdir. Gülxanım və Əlinin şəhərdə köhnə əşyaları dəyişdikləri yeni xalçalar Gülxanımın özü toxuyurdu. Bəli. Bax burada hətta yazıb ki, kimdə varsa toxuduğum təzə xalçaya dəyişirəm. Bax budur, təzə xalçaya dəyişirəm. Deməli 2 mütləq düzdür. Cavabımız 2 ilə başlayacaq. Bu getdi. Ya E-dir ya da C-dir. Baxaq 3-ə. Deyir ki, yanlışın altından yanlış axtarırıq. Qoca xurcundakı iplərin dəyişdiyini bilmirdi. Qoca xurcundakı iplərin dəyərini bilmir. Yox, elə bir şey yoxdur. Yanlışın altında elə bu 3 yanlışdır. Deməli cavabımız bu olacaq. 5-ə də baxaq. Ehtimaldır. Gülxanım xalçalığı uşaqlıqdan məşğul oldu. Bu dərəcədə güclü bilirdisə, yəqin ki, uşaqlıqdan demək olar. Bu da oldu E variantı. Yaşı 46-da yazıcı mətndə əvvəlində işarə qoyulmuş ifadələrin mənasını kontekstdə əsasən müəyyən edin. Orada birin mənası o idi ki, kasıb həyat sürmək. Deməli, yumruda deyir ki, gecəsini gündüzə qatmaq, yəni çox işləmək, dayanmadan işləmək. O birisində də yazıb ki, ona da demək olar ki, sistemli məşğul olmaq, ciddi məşğul olmaq, dərindən məşğul olmaq. 47-də deyir mətndə xətt çəkimi üçün mətn səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirməklə məcazi mənalı ifadələr artırmaqla yenidən yazın. Deməli, baxaq ona bir dəfə. Bax, altından xətt çəkilən ifadə budur. Sizin bu buxovlu xalçanızı bəyəndim. Deyərsən ki, sizin bu buxovlu xalçanızı dünyalar qədər bəyəndim. Məcazi mənalı elədik. Sizin bu xovluya buxovlu oxuyorum. Sizin bu xovlu nə bilim axı dünyaya səs salan, nə bilim insanın ağlın başından alan xalçanızı bəyəndim. Bunu belə demək olar. Nə desən ona uyğun məcazi mənalı olur. Bu bizə deyir ki, mən bu iplərdən gözəl bir xalça toxuyacağam. Burada da deyirsən ki, mən bu yenə deyirəm gözəlliyi ilə göz oxşayan iplərdən ay kimi gözəl bir xalça toxuyacağam. Yəni bu mənada nə desən, deməli sualın cavabı ola bilər. Demək burada deyir ki, mətn əsasən Gülxanım obrazı ilə bağlı cədvəli doldurun. Bu demək uşaqların deməyindən belə çıxdı ki, xarakteri xüsusiyyəti yazıb, bir də onu əsaslandırmaq yazıb. Məsələn yazırsan zəhmətkeşdir. Göstərərsən ki, gecəsini gündüzə qatıb xalça toxuyurdu. Sonra deyirsən qədir qiymət biləndir. Məsələn o ipləri görür, deyir yox mən bunu alam, bu ondan daha dəyərlidir. Belə şeylər yazmaq olur. Mətndə nöqtələrin yerinə uyğun ifadələr yazmaqla cümləni tamamlayın. Deməli, nöqtələrin yeri haradır? Bax, burada bir neçə cür yazmaq olar. Məsələn, deyir ki, bu bir xurcun ip nəvəmin, deməli, nöqtələrin yerinə biz istədiyimiz bir şeylər yaza bilərik. Bir də yaxınlaşdırım. Deməli, deyir ki, bu bir xurcun ip nəvəmin işinə yaramaz. Amma onları xalçaya dəyişsəm, ona əsl cehiz olar, əsl sürpriz olar. Belə bir şeylər yaza bilərik. Bu mətnin sonuncu sualında deyir, zər qədrini zərgər bilər. Atalar sözünü mətndən 2 müxtəlif məqamla əlaqələndirib fikrinizi yazın. Onu da demək olar ki, deməli, birin nədə demək olar, zər qədrini zərgər bilər. Məsələn, bir yerdə deyərik ki, o Gülxanım iddiadır. İpləri gördü, həmin dəqiqə diqqətini çəkdi, dedi bu daha dəyərlidir falan filan. Bu həmin yer olar. Bir də ki, məsəl üçün deyirik, qoca dedi ki, nəvəm bu onun usta qədrini bilməz. Bildi ki, bu necə xalça toxuyandı. Dedi ki, bu iplər sənə layiqdir. Bunu demək olar. Sonra başdan demək olar ki, nə demək olur orada? Bir neçə şeylər, bu mətndə ona uyğun çoxlu şeylər tapıb olar. İkisini yazmaq bizə yetərlidir. Növbəti mətnimizə baxaq. Yazıb ki, insana bənzəyən və çox olan robotlar. Yəqin ki, mətn oxumusunuz, saxlayıb bir də oxuya da bilərsiniz. Biz keçək birbaşa cavablara. Mətn əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq. Deyir, insana ən çox bənzəyən robotların yaradılması 20-ci əsrə təsadüf edilir. Deməli, qabağına yazıb doğrudur. Yaxşı, biz uyğunsuzluq axtarırıq. Deməli, insana bənzər 2020-ci robotlar dünyasında 2 böyük yenilik baş verdi. Buradan birinci dünyada insana ən çox bənzəyən robot dedi. İnsana ən çox bənzəyən 2021-dirsə bu 20-ci əsr yox, 21-ci əsr olar. Yanlış olmalı idi. Deməli, elə bizə lazım olan cavabın, yəni həmin
yanlışlardan biri budur. Biri götürərik. Sonra deyir ki, Amerikanın mexanizmi elə qurulmuşdu ki, ilk cəhətdən insanlar müsbət reaksiya verirdi. Bu yanlışdır. Elə qarşına da yanlış qoyublar. Çünki mətnimizdə elə bir şey yoxdur. Adı çəkilən robotlardan biri insana məxsus bütün xüsusiyyətlərə malikdir. İnsana məxsus bütün xüsusiyyətlərə malik bir robot demədik biz. Elə bir şey yoxdur. Bu yanlışda olmalıydı. Doğruya seçiblər. Bu da səhvdir. Bəzi robotların bərpa olma xüsusiyyəti var. Doğrudur. Doğruya yazıblar. O da yazıb ki, hətta yaralanır, sonra bərpa olunur. Robotlar üçün vacib olan hansı materialdan hazırlandığı deyil, sərbəst hərəkət etmək önəmlidir. Bu doğrudur, amma yanlışı seçiblər. Demək, səhvin biri də budur. Elə 1, 3, 5 düzgün cavabımız oldu. B bəndi. Mətnə əsasən hansı fikirləri əsaslandırmaq mümkündür? Robotların hazırlamasında insanın maraqları nəzərə alınır. Bəli, orada deyir ki, onsuz da əsasən insanların maraqları nəzərə alınır. İkidə deyir, robotlar insanlıq üçün həmişə təhlükə törədir. Elə bir şey yoxdur. Təhlükə törətdiyin deyənlər də var. Bəzi robotlar özlərində müxtəlif elm sahələrini birləşdirir. Bəli. Bütün robotların yaradılması eyni şirkətin adı ilə bağlıdır. Elə bir şey yoxdur mətnimizdə. Alimlər robotların insanlığa faydalı işlərdə istifadə edilməyini düşünür. Bu da deyir, bəzən təhlükə yarada bilsə də, amma indiyə qədər texnikanın inkişaf eləməyi müasirlik yəqin ki, insanlığa faydalı olar. 1, 3, 5, yəni B variantı. Mətnə əsasən ksenobotların ilkin kompüterlərə bənzəyən cəhətləri nədir? Yaddaşa deyir, orada yazmışdı ki, az yaddaşa malikdilər. Bir də verilən, deyir, onlar da köhnə kompüterlər kimi az yaddaşa malik olub, insan verdiyi bəzi əmrləri yerinə yetirirdi. Məsələn, 1-dən 5-də hərəkət, kompüter hərəkət eləməyəcək ki, bu ki, deyir, metal və nə bunun oraya aidiyyat yoxdur. Bu yaddaşa malik, bir də verilən əmrləri yerinə yetirməyi. 1, 5. 54-də deyir, mətn əsasən cədvəldəki uyğun fikirləri müəyyən edir. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Belə suallar, yəni mətn oxu baxda məlumat varsa var. Bəzi robotların yaranma səbəbi eynidir. Mətnimizdə var o səbəb, yəni deyir, inkişaf insanların fikrini daha çox çəkirdi ona görə. Ksenobotun forması onun çoxalmasına təsir edir. Bu da mətnimizdə tam-tamına var. Mikroorqanizmlərin hamısı robotdur. Belə bir şey onsuz da ola bilməz. 3 olan cavabları rahatca silərik. Deməli, 1-2-də varsa cavabımız onsuz da çıxdı. Amma baxaq da 4-də deyir ki, mətndə məlumat yoxdur. Canlı hüceyrə nə yazıb burada? Yaxşı. Güya ekranı təmizləyirdim, onu da sildim. Yazıb ki, canlı hüceyrədən robot hazırlamaq mümkündür. Bəli, canlı hüceyrədən robot hazırlamaq mümkündür. Bu mətndə məlumat var, amma burada məlumat yoxdur hissəsindədir. 4-ü silərik. 2021-ci ildən sonra yaradılan robotların hamısı bioloji robotlardır. Mətndə belə bir məlumat yoxdur. Bunu da götürərik. Hamısı deyə bir şey yoxdur. Bəzi robotlardan əyləncə bu var. Deməli, 1, 2, 5 A variantı. Mətnə tüm qara hərflərlə verilmiş sözün kontekstdə şəhri və mənasına əsasən uyğun fikirləri müəyyən edin. Deməli, müxtəlif və eyni cinsli şeylərdən bu və başqa qayda üzrə düzülüşü, birləşdirilməsi, bu rənglərin kombinasiyası çox sevilir. Elə bu da orada da kombinasiyadır. Elə düzgün cavabımız A variantıdır. Mətnin cədvəli, burada cədvəl hansıdır yadımdan çıxdı. Mətn əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəli doldurun. Əvvəlində işarə qoyulmuş sözlər, qayıdaq ora baxaq. Demək, onlar orada var ki, yerimək, qaçmaq kimi vərdişlər və burada qaçmaq həqiqi mənadadır. Bu 57-ci sualdır. Demək, biri qaçmaq, o birisi də nə idi? Yerimək, qaçmaq kimi vərdişlər. Bir də yazmışdı ki, bir də yazmışdı ki, bəzi yüngül yükləri daşıya bilirdi. Orada yüktür. Bunların ikisi də demək olar nə? İnformativ funksiya, yəni həqiqi mənada. Bunların məcazi mənada işləyirsən, o sözündən qaçdı. Bir də ailənin yükü onun üstünə düşmüşdü. Mətndə çərçivəyə alınmış cümlədə uyğun düzəlişlər, qüsurlu məqamları düzəltməklə, yaxşı, o həmin cümləyə də deməli yazıb ki, insana bənzər saxta varlıqlar böyük marağa səbəb olmuşdu. Son illər belə robotların sonra ucalma yox. Demək, nə yazıb? Müşahidə edilir. Artım, ucalma yox. Bu da deyərsən ki, artım müşahidə edilir. Ucalma yox. Nə deyərik buna? Artım. Sonra yazıb ki, mətnin əsas hissəsində bir-birinə ziddiyyət təşkil edən cümlələri müəyyən edin. Deməli, orada bir yerdə yazmışdı ki, ilk bioloji robot nə budur? Yazmışdı ki, birində də yazmışdı ki, yeganə bioloji robot budur. Yəni, birində yazıb ki, o hansıydı? Həmin robot yeganə bioloji robotdur. Onun hansı robotu yadımdan çıxdı, qayıtmıram ora. O birisi tərəfdən yazıb ki, bu birisi də 2021-ci ildən sonra yaranan
ilk bioloji raportu idi. Ziddiyyət təşkil edir. Birində deyir ki, tək budur, o birisində də yazır ki, bu da bioloji raportdur, ziddiyyət təşkil edir. Burada deyir ki, robotlar gələcəkdə bəzi qlobal problemlərin həllində insanlara kömək edə bilər fikrini mətnlə əlaqələndirib yazın. Mətnlə əlaqələndirib yazırsan, məsələn, tutaq ki, deyir, yük daşıma qabiliyyəti var, nəyi var? Sən də bunu desən ki, məsələn, qlobal problemlərdən biri, tutaq ki, məsələn, kimyəvi qazlar çıxan quyu işlərində işlədirsən, bunun yerinə insan yerinə robot işləsən, qlobal bir problemin qarşısını almaq olursun. Yəni, açıq suallarımız çox da çətin deyildi. Hər kəsə uğurlar, inşallah yaxşı nəticələrimiz olar. Sağ olun.